Bu yaylıq bu ölkədə yaşayan çoxlu müsəlmanın gündəlik həyatının bir parçasıdır. Bu, onların mədəni kimliyinin, şəxsiyyətinin bir hissəsidir. Necə ki, bir siyasətçi üçün pencəyi, şagird üçün məktəb çantası, ya da mexanik üçün iş kombinezonu nədirsə, bu da elədir. Amma indi bu yaylıq onların anti-müsəlman siyasətinin simvoluna çevrilib. Hansısa bir müsəlman ölkəsində mollalar qadınlara başlarına nə taxıb taxmayacaqlarını diktə edirlər. Amma siz, hörmətli nazirlər və həmçinin FPÖ və ÖVP-nin millət vəkilləri, siz Avstriyada tam olaraq eyni şey edirsiniz. Sadəcə tərsinə. Qadınlara başlarına nəyi taxmalı olmadıqlarını diktə etməklə. Bu, eyni vəziyyət deyilmi? Şəxsən mən hər cür məcburiyyətin qəti əleyhinəyəm və yeri gəlmişkən bu ölkədəki müsəlmanların əksəriyyəti də belə düşünür. Heç kim qızları zorla yaylıq taxmağa məcbur etmək tərəfdarı deyil. Həqiqətən demək olar ki, heç kim. Qızların məcbur edildiyi o çox nadir hallar olanda da dövlət, sosial işçilər və ya pedaqoqlar təyin edib onları və valideynlərini maarifləndirməlidir. Hardadır bu işin başlanğıcı? Avstriyadakı İslam icması ilə heç diyaloqa girilibmi? Yoxsa onlar hələ də özləri haqqında verilən qərarları qəzetdən oxumalıdırlar? Hörmətli FPÖ, həqiqətən qorxduğunuz şey budur? Bu yaylıqdan qorxursunuz? Yoxsa 10 ildən çoxdur ki, bu yaylığı bizim sözdə xristiyan, sekulyar qərb sivilizasiyamız üçün bir təhdid kimi istifadə edirsiniz? Cəmiyyəti əsl problemlərdən yayındırmaq üçün mən sizə bir şey deyim. Hörmətli xanımlar və cənablar, bəli, mənə baxın. Nəsə dəyişdi? Mən hələ də həmənki Marta Bisman deyiləmmi? Ətraf mühit üzrə mühəndis, deputat, azad, öz hüquqlarını bilən feminist, heç bir dini cərəyana bağlı olmayan bir qadın, hər bir insanın azad, hüquqlu və ləyaqətli doğulduğuna əmin olan biri. Son aylarda sizin cəzalandırmaq istədiyiniz bir çox möhtəşəm müsəlman qadınla tanış olmaq şərəfinə nail oldum. Onların arasında həkimlər, fiziklər, müəllimlər, işçilər, məmurlar, analar və qızlar var. Onlar o qədər uğurlu və fədakar insanlardır ki, çünki baş yaylığı heç kimin karyera qurmasına mane olmur. Gəlin daim müsəlman qadınlar haqqında danışmaq yerinə elə onların özləri ilə danışaq. Biz müsəlman qadınlardan çox şey öyrənə bilərik. Dözümlük, yardımsevərlik, həmrəylik, icma hissi. Bunlar Avstriya müsəlman icmasının kökündə dərindən oturmuş dəyərlər. Xanım deputat, zəhmət olmasa yekunlaşdırın. Yeri gəlmişkən,